Salam, hər vaxtınız xeyir. Bu gün sizlərə çevrə üzrə bərabər sürətli hərəkətin mövzusunun izahını verəcəm. Birinci sualda yazılıb ki, yerin öz oxu ətrafında fırlanma periyodu saatın dəqiqə əqrəbinin dövrətmə periyodundan neçə dəfə çoxdur? Baxın, yerin öz oxu ətrafında fırlanma periyodu 24 saatdır. Düzdür? 24 saat. Saatın dəqiqə əqrəbi isə 1 saatdır. 24-ü də 1-ə böləndə cavab olur 24. C variantı. İkinci sualda çevrə üzrə bərabər sürətli hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə ərzində gəlmişdir. Cismin bucaq sürətini hesablayın. Deməli, cismin ümumiyyətlə bucaq sürətinin düsturu omega bərabərdir. Fi bölünsün T-dir. Finin qiyməti nə qədərdir? Baxın, bu 90 dərəcədir. 90 dərəcə radianla ifadə ediləndə pi bölü 2-dir. Pi bölü 2. Zaman nə qədərdir? 0,5. Olacaq pi bölünsün 0,2-ni 5-ə vuranda eləyir 1. Pinin qiyməti 3-dür. 3-ü də 1-ə bölək 3 olsun. Cavab oldu C variantı. Üçüncü sual. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cisim dövrətmə periyodunun onun xətti sürətindən asılı qrafikinə görə çevrənin radiusunu hesablayın. Radiusu, deməli, düsturu yazsaq, üçüncü sualda T-nin qiyməti var 0,4, V-nin qiyməti var 3-dür, qrafikə görədir. P-nin qiyməti 3, bizdən radiusu istəyir. V bərabərdir 2 pi r bölünsün T-yə görə. R-i tapsaq, R nəyə bərabərdir? V vur T bölünsün nə? 2 pi. V-nin qiyməti 3, periyod 0,4 bölünsün. 2 vurulsun, P-nin qiyməti 3-lər gedir, 0,4-ü 2-yə böl, 0,2 metr. B variantı. Sonra, dördüncü sual. Saat əqrəbi bir dövr edəndə saniyə əqrəbi neçə dövr edər? Saat əqrəbi, yəni saatın saat əqrəbi neçə saatdır? 12 saat deyil. Baxın, T saat nəyə bərabər olacaq? T saat bərabərdir 12 saat. Dövr nə qədər? Bir dövr eləmir, bir dövr. N bərabərdir 1. T bərabərdir T böl N-ə görə biz kiçik T-ni tapsaq. Kiçik T nəyə bərabərdir? T vurulsun N deyil. Buradan 12-ni 1-ə vururam, 12 olur. Digər tərəfdən, saatın saniyə əqrəbi T saniyə nəyə bərabərdir? 1 dəqiqə. Bu 12 saatdır, bunu qeyd edək. Və yaxud da ki, elə dəqiqə ilə saxlayaq. Sonra, saat isə T nəyə tapmışdıq? Biz 12 saat tapmamışdıq. 12 saat. Gəlin çevirək bunu dəqiqə. Vuraq 60-a, bu olsun 720 dəqiqə. İndi bizdən nə istəyir? Neçə dövr eləmək istəmir? N-i tapaq da. N nəyə bərabərdir? Kiçik D bölünsün böyük D. Kiçik D-nin qiyməti 720-dir. Böyük D-nin qiyməti nə qədərdir? 1 dəqiqədir. 720-də 1-ə bölünəndə cavab olur 720. Sonra, 5-ci sual. Çevrə üzrə bərabər sürətli hərəkət edən cisimin xətti sürəti 72-dir. Bucaq sürəti 5 radiandır. Cismin mərkəzi qaçma təcilini hesablayın. V bərabərdir 72 km/saatı çevirək metr bölü saniyə. Yəni 18-də 5-ə vursaq, bu çevriləcək, olacaq 20 metr bölünsün saniyə. Bucaq sürəti var. Omega bərabərdir 5 radian bölünsün saniyə və A-nı istəyir, mərkəzi qaçma təcilin. A bərabərdir omega V düsturuna görə omeganın qiyməti 20, bucaq sürətinin qiyməti 5. 20-ni 5-ə vuraq, 100 metr bölü saniyə kvadratı. 6-cı sual. Eyni radiusu çevrə üzrə bərabər sürətli hərəkət edən iki maddi nöqtənin eyni zaman müddətindən getdikləri yollar nisbəti L2 bölünsün L1-dir. L2 bölü L1 bərabər 5-dir. Nöqtələrin dövrətmə periyodu arasında hansı münasibət var? Deməli, burada eyni radius və çevrə üzrə bərabər sürətli hərəkətdir. V bərabərdir 2 pi r bölünsün T-yə görə. V-nin yerinə, V-nin qiyməti nədir? Düstur daha doğrusu necədir? L bölü T deyil. Buradan bərabərdir 2 pi r bölünsün T-yə. Buradan biz L-i tapsaq, L nəyə bərabərdir? L bərabərdir 2 pi r T bölünsün böyük T-yə. İndi buradan görürsünüz ki, L ilə T tərs asılıdır. Yəni L1 bölü L2 bərabərdir T2 bölünsün T1-dir. Və yaxud da ki, burada L2 bölü L1 yazmayıb, yazaq L2 bölü L1, bu da T1 bölü T2 olsun da. L2 bölü L1-in yerinə 5 yazıram, 5 bərabərdir T1 bölünsün T2. Buradan T1 nəyə bərabərdir? 5 dənə T2-yə. Cavab oldu B variantı.
Sonra 7-ci sual. Disk mərkəzindən keçən ox ətrafında fırlanır. A nöqtəsindən xətti sürəti hansı istiqamətdədir? Sürət deməli, ümumiyyətlə çevrə üzrə bərabər sürətli hərəkətdə sürət çevrəyə toxunan istiqamətdə hərəkət edir və A nöqtəsində xətti sürətin istiqaməti bu cürdür. Cavab oldu C. 8-ci sual. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsinin 1, 2 və 3 nöqtələrinin nisbətən VA1, VA2, VA3 sürətlər arasında hansı münasibət doğrudur? Biz baxsaq ki, birinin istiqamətinin sürəti budur. A-nın istiqamətinin hərəkət istiqaməti budur, sürətin istiqaməti. 2-də budur, 3-də də budur. Düzdür? Deməli, 1 ilə A-nın vektorlarını bir-birindən birləşdirsək, belə bir vektor alınır da. Bunun mərkəzindəki, daha doğrusu, bunun ortadakı xətt nə olur? Hər ikisi VV-dirsə, buradan bura olan məsafə V-dirsə, bu Pifagora görə V kökdə 2 olmur. Yəni, bir nöqtəsində VA1-ə görə olur V kökdə 2. Sonra 2 nöqtəsinə baxsaq, yenə də eyni istiqamətdədir. Baxın, arda-arda birləşəcək, yenə də eyni olacaq. VA2 də Pifagora görə V kökdə 2-dir. Amma VA-nın 3-ə nisbəti əks istiqamətlərdir. Əks istiqamətlərdə sürətlər nə olur? Toplanır. Deməli, burada əks istiqamət olduğuna görə VA3 bərabərdir deməli, V üstəgəl V-də 2 dənə V olur. Düzdür? İndi VA1 VA2-yə bərabər olacaq. Ən böyük VA3-dür. VA3 ən böyükdür. VA1 bərabərdir VA2. Cavab olacaq Y variantı. 9. Radiusu 6 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə müddət çatarsa, onun xətti sürətini tapın. Deməli, biz baxırıq nəyə? Bu 60 dərəcədə 2 saniyə müddətdə çatır. Düzdür? Çevrə ümumi nə qədərdir? 360 deyil. 360 dərəcədə bundan 60 dərəcə 6 dəfə çoxdursa 360 olub da. 2 də 6 dəfə çox olanda neçə olur? 12 saniyə olur da. Deməli, bunun periodu nə qədər oldu? 12 saniyə. Sonra, V bərabər, sürəti istəmir bizdən. V bərabərdir 2 pi r bölünsün t-yə görə 2 vur pi-nin qiyməti 3. R-in qiyməti nə qədərdir? 6 bölünsün 12-yə. İxtisarlar gedir, cavab olur 3. Metr bölünsün saniyə. 10-cu sualda yazılıb ki, maddi nöqtə R radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. T bərabərdir 6-da 1 t müddətində onun getdiyi yolu hesablayın. Yolu hesablamaq üçün biz 2 pi-yə vurmaq lazımdır. Deməli, S yol bərabərdir 6-da 1 vurulsun 2 pi-ə. 6 ilə 2 gedir, qalır pi-r bölünsün 3. D variantı. 11-ci sualda yazılıb ki, saatın 40 mm uzunluqlu saniyə əqrəbinin uc nöqtəsinin 45 saniyə ərzində getdiyi yolu hesablayın. Deməli, uzunluq nə qədərdir? Saatın 40 mm-dir, düzdür? Deməli, R nə qədərdir? R bərabərdir 40 mm və biz bunu santimetrə çevirəndə 4 cm olur. Sonra, 45 saniyə ərzində. 45 nə deməkdir? Bu, T bərabərdir 45-də 60-da, düzdür? Yəni, 4-də 3-dür. 4-də 3-də yolu tapmaq lazımdır. 4-də 3-də yolu tapmaq üçün biz nəyə vururuq? 4-də 3-ü vururam 2 pi-rə. 4 ilə 2 gedir, qalır 3 pi-r bölünsün 2-yə. Pi-nin qiyməti var 3-dür. 3 vurulsun 3, radius 4-dür, bölünsün 2. Deməli, 3, 3, 9, 9-u 4-ə vururuq. Deməli, nə qalır? 36, 2-yə böl 18 cm. A variantı. 12-ci sualda yazılıb ki, radiusu 0,5 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin bucaq sürəti 10 radian böl saniyədir. Onun mərkəzə qaçma təcilini hesablayın. 12-ci sualda verilənləri yazaq. R bərabərdir 0,5 metr. Sonra bucaq sürəti var. Omega bərabərdir 10 radian bölünsün saniyə. Mərkəzi qaçma təcilini A-nı istəyir. A-nın düstur necədir? A bərabərdir omega kvadratı R. A-nı tapıram. Omeganın yerinə 10 yazıram. Kvadratı 100 vur 0,5. Bu da eləyir 50 metr bölünsün saniyənin kvadratı. 13-cü sualda yazılıb ki, velosipedçi göstərilən trayektor üzrə bərabər sürətli hərəkət edir.
Hansı hissədə velosipedçi təcilli hərəkət edir? Təcilli hərəkət etməsi üçün bu əyri xəttli hərəkət etməlidir. Yəni AB və CD. Əgər bu BC AD olsaydı, burada təcil nəyə bərabər olardı? 0-a bərabər olardı. AB və CD hərəkətinə bu təcilli hərəkətdədir. B variantı. 14-cü sualda çevrə üzrə bərabər sürətli hərəkət edən zaman bucaq sürəti hansı ifadə ilə təyin olunur? A mərkəzi qaçma təcilidir. R isə çevrənin radiusudur. Biz düsturu yazsaq 14-cü sualda. A bərabərdir. Omegada olan düstur. Omega kvadratı R deyil. Buradan omega kvadratını taparam. A bölünsün R. Omega nəyə bərabərdir? Kök altında A bölünsün R. A-nın da R-ə nisbəti, A-nın da R-ə olan nisbəti nədir? Tangens alfadır. Bucaq olaraq tangens. Bu da olur kök altında tangens alfa. C variantı. 15-ci sualda A nöqtəsindən, daha doğrusu A nöqtəsinin fırlanma tezliyi 4 saniyədir. Yəni NA bərabərdir 4 saniyə üstündə -1-dir. Fırlanma MB-nin tezliyini istəyir. MB bərabərdir sual. Və biz burada ümumiyyətlə qarşılı ötürməyə görürük ki, bu hansı fiqur olaraq? Qarşılı ötürmədə. Qarşılı ötürmədə sürətlər bərabərdir. VA VB-yədir. O da bərabərdir konstantdır. Deməli, sürətin düsturunu yazsam V bərabərdir 2πrn-dir, tezliyini olan. N-i tapsam N nəyə bərabərdir? Deməli, V bölünsün 2πr. Yəni bilirik ki, buradan da məlumdur ki, N-lə R tərs mütənasibdir. Yəni NA-nın NB-yə olan nisbəti bərabərdir RB-nin RA-ya olan nisbətidir. NA-nın qiyməti var. Neçədir? 4-dür. Bölünsün MB bərabərdir. RB-nin qiyməti 2R-dir. RA-nın qiyməti R-dir. R-lər gedir. Buradan da 2NB bərabərdir 4. MB də nəyə bərabərdir? 2-yə bərabərdir. Cavab oldu D variantı.